Tədqiqatın özəyində insanların robotlarla inteqrasiyasıdır və bu istiqamətdə bizim bir neçə işlərimiz davam edir. Əsas məqsəd budur ki, mühəndislik sahəsində böyük inkişaf, infrastrukturların qurulmasıdır və mənim sırf gördüyüm işlər emosional adaptasiyası üzərində alqoritmlərin yazılmasıdır. Gördüyümüz işlər, mən ilk olaraq başladım yaşlılarla bağlı. Biz demək, ağıllı şəhərlərin qurulması və ağıllı şəhərlərin qurulması zamanı birbaşa xəstəxanalar, hospitallar, yaşlı evlər üçün müxtəlif infrastrukturlar quran zaman robotların təkmilləşdirilməsi ilə çalışdıq və ona görə ilk bizim proyektimiz yaşlılarla bağlı oldu. Bizim layihəmiz Yaponiyanın Sendai şəhərində baş tutdu və biz insana bənzər robotlarla çalışırdıq və bizim ilk problemimiz odur ki, bu robotlar insanla əlaqə qurmaqda çətinlik çəkirlər. İnsanlar onları çox gözəl görsələr də, insana bənzəsələr də, onların emosional birləşməyində problemlər yaranırdı. Və bunun üçün mən bu sahə üzrə ixtisaslaşıram və biz layihə olaraq emosional adaptasiya, emosional olaraq insanların, təsəvvür edin ki, mən sizinlə söhbət edirəm və hər bir danışığımda, üz quruluşumda, fikirlərimdə hər bir layihənin bir sxemi vardır. O sxemin proqramlaşdırılmasında, alqoritmləşməsində biz həyata keçirdik. 3D kompüter vizyonu çox önəmli bir sahədir. Hal-hazırda süni intellektdə LLM-lə bağlı böyük inkişaf olsa da, robotlar insanları tam görə bilmirlər. Onlar semantik analiz etdikdə daha çox token yazılarla onları anlamağa çalışırlar və bu daha çox enerji israfına gətirib çıxardır, bu daha çox böyük problemlərə gətirib çıxardır. Çünki insanları öyrənmək üçün təkcə yazı, tekstlə bağlı token kifayət deyil. Bu 3D kompüter vizyona artıq gəlib çıxır. Bu artıq təsəvvür sizinlə danışanda mən sizi birbaşa görürəm. Və sabahsı gün robot da sizinlə danışanda sizi birbaşa görür və analiz edir. Və bu da əsas işlərdən biridir. Biz layihəni başlayanda bizim ilk qorxamızdan biri o idi ki, yaşlılar robotla danışmaq istəməyəcək. Ancaq bu tam əksi oldu. Yaşlılar nəinki robotla rahat danışırlar. Onlar hətta öz problemlərini, öz keçmiş həyatında baş verən hadisələri də çox rahatlıqla danışırlar və düşünürlər ki, bizim bir intervyuda bir xanım dedi ki, mən əslində öz uşaqlarıma demədiyim söhbəti mən robotla rahat danışa bilərəm. Bu o deməkdir ki, robotlar insanlara qarşı necə deyirlər, danışarkən onları narahatçılıq etmir. İnsanlar düşünmür ki, bu robot məni mühakimə edə bilər. Bu cəhətdən robot daha çox necə deyil, el bir pozisiya rolunu oynayır ki, insanlar öz fikirlərini onunla rahat bölüşə bilərlər. Və hal-hazırda problem odur ki, yaşlı nəsil günü-gündən artır və onlara qulaq asan şəxslərin sayı azalır. Ona görə bu istiqamətdə deyək ki, çalışan həkimlər də onlara bu cür robotlar dəstək göstərirlər. Etik problemlərdən biri odur ki, insanlar robotla söhbət edərkən onlar unudurlar ki, onların datalarını digər şəxslər görə bilər. Bu həmçinin şirkətə də aiddir, bu həmin proqramı düzəldən şəxslərə də aiddir. Bununla bağlı biz tədqiqatçı olaraq, şirkət olaraq və ölkə olaraq, infrastruktur olaraq bu barədə böyük işlər görülməlidir və bununla bağlı mən artıq bir neçə layihədə çalışıram və bir neçə məqaləm də çıxıb. Bununla bağlı siyasətçilər, hüquq müdafiəçiləri və hüquq üzrə çalışan şəxslər tədqiqatçılarla birgə əlaqə quraraq bu barədə böyük mövzulara toxunmalıdırlar ki, etik və təhlükəsizlik baxımından hansı infrastruktur qurula bilər. Yaşlılar evində qalarkən müxtəlif demensiya xəstəliyi olur, digər xəstəliklər olur. O xəstəliklərin deyək ki, daha çox yaşlı üçün rahat keçirilməsi üçün hansı infrastruktur ola bilər? O, əgər söhbət etmək istəyirsə, robotla söhbət edə bilər və yaxud da robot onun hansı bir xəstəliyini birbaşa tapa bilər ki, hal-hazırdakı vəziyyəti nə yerdədir?
və bunun üçün bu həkimlər üçün də işlərini yüngülləşdirir. Çünki gün ərzində 100-dən çox pasientə baxmalı olurlar və bu pasientlərin informasiyası, onların hər deyək ki, olur saatda baş verən hadisələr ola bilər. Bununla bağlı infrastruktur elə qurulmalıdır ki, onlar üçün informasiya birbaşa əllərində olmalıdır. Bununla bağlı robot bir çox işlərdə kömək göstərə bilər. İnsanlar daha çox robotla bağlı və ya süni intellektlə bağlı informasiya daha açıq yanaşmalıdırlar ki, biz burada nə dəyişiklik edə bilərik.